Ayla xarakteri var, ha. O xarakterin əsl yaşayan insan, o faciəni yaşayan insan Koreyada hələ də sağ idi. 80 yaşı var idi. Yadındadır? Hansını ki, Türk əskəri xilas eləmişdi. 5 yaşında uşaqkən xilas eləmişdi onu və o qadın yaşayırdı. Sonradan onlar 60 ildən sonra görüşmüşdülər. O görüşün özü çox təsirli idi. Həddən artıq. Hə. Süleyman Dilbirliyi idi həmin Atsubayın adı. O 60 ildən sonra 60 il ərzində təsəvvür elə ki, Rahib, o təslim olmamışdı, o qızı axtarmışdı. Hə. 60 ildən sonra nəhayət onlar Koreyada görüşmüşdülər. Ankara parkında o görüşün özü o qədər təsirli idi. Onlar necə qucaqlaşıb ağlayırdılar. Bax, indi deyim ki, həmin xanım dünən 12 may tarixində rəhmətə gedib. Bəli. Hə, dünyasını dəyişib. O haqda istəyirəm bir xəbər var, onu çatdıraq. Ayla filmində həyat hekayəsindən bəhs olunan Koreyalı Kim Eunja dünyasını dəyişib, əziz dinləyicilər. Bayaq dediyim kimi dünən uşaqları və nəvələri ilə Seul yaxınlığındakı Incheon şəhərində yaşayan Kim 2022-ci ildə koronavirusa yoluxduqdan sonra sətəlcəm xəstəliyinə tutulub. Koreya Veteranlar və Vətənpərvərlər Nazirliyinin də himayəsində olan Kim bir müddətdir ki, Insongdo Hanacheon xəstəxanası yaxınlığındakı yaşlılara baxım şöbəsində müalicə alırdı. Bu yaxınlarda demensiyaya yoluxan Kim yenidən pnevmoniya olub və dünən dünyasını dəyişib. Son anlarına qədər Türkiyə sevgisini itirməyən Kim Türkiyənin Seuldakı səfirliyinə tez-tez baş çəkib. Onun ölüm xəbərindən sonra Türkiyənin Seuldakı səfiri Murad Tamer dəfn evinə gələrək Kimin ailəsinə başsağlığı verib. Və bilməyənlər üçün deyək ki, Ayla filmi Koreya müharibəsi zamanı yetim qalan 5 yaşlı qıza həsr olunub. Həmin Kim 5 yaşında ikən müharibədə gecə qaranlıqda o cəsədlərin arasında valideynləri ölür yanında və cəsədlərin arasından onu türk əskər, həmin Süleyman xilas eləyir. Gecə qaranlıqda, soyuqda, o palçığın içində o uşağı sonra gətirir türklərin yerləşdiyi polka və orada 15 ay müddətində o qızı himayə eləyir. Hətta ona türk dilində sözlər də öyrədir. Sonradan o müharibə bitəndən sonra çox istəsə də onu gətirməyi Türkiyəyə Koreya qanunları buna icazə vermir. Hətta Süleyman bəy bir dəfə cəhd eləyir, onu böyük bir çamadanın içində gəmiyə mindirməyə çalışır 5 yaşlı uşağı. Yenə də alınmır, uşağı tapırlar və qaytarırlar. Düzdür, onu o vaxtı orada fəaliyyət göstərən Ankara okuluna verirlər. Uşaq orada bir müddət oxuyur. Həmin müddət ərzində Süleyman bəy ora məktublar göndərərək uşaq haqqında məlumat ala bilir. Sonradan isə uşağın orada yeri dəyişdirilir və Süleyman bəy izi itirir. Sonra uzun illər sənədlər yığır, Koreyaya gəlmək istəyir, uşağı yenidən almaq istəyir. Çünki o qədər sevir ki, o uşağı. Bəli, öz övladı kimi sevir və onun Süleyman bəyin Türkiyədəki övladları da, xanımı da deyir ki, o hər dəfə şəkillərə baxanda o qədər göz yaşı tökürdü ki, çox təsirli bir səhnədir. Məncə filmin mövzusu da əslində belədir. Yəni insanın insana olan sevgisidir. Bir türkün insan sevgisidir. Bəli. Əslində belədir ki, yəni biz insanlar o vaxt insan oluruq ki, başqasının da balasını sevə bilirik. Bəli. Yəni özgənin uşağı deyilən bir söz olmamalıdır. Özgə uşağı olmamalıdır. Bəli. Bütün uşaqlar bizim olmalıdır. İnsan, adi heyvanlar, bütün heyvanlar öz balalarını sevirlər. Bütün canlılar öz balalarını sevirlər. Hamı öz balasını sevir. Amma biz insan, o vaxt insan oluruq ki, başqasının da balasını sevə bilirik. Bəli. Mənə elə gəlir. Elədir. Yəni başqasının uşağını da öz uşağın kimi sevirsənsə, deməli sən yaxşı insansan. Əlbəttə ki, bax, Türk əskəri budur. Azərbaycan əskəri budur. Biz də soyumuz, kökümüz türkdür. Azərbaycan türküyük. Bəli. Bax, 1-ci Qarabağ müharibəsi, 2-ci Qarabağ müharibəsində də belə biz düşmənimizdir. Ermənilər, Ermənistan, daha doğrusu dövləti bizim düşmənimizdir. Lakin biz düşmənliyi ordu ilə aparmışıq. Bəli. Bax, biz hələ 2-ci Qarabağ müharibəsində belə bir videolarda paylaşılmışdı. Erməni uşaqlar yaxınlaşır, bizim əskərlərimiz onlara yemək verirdilər, bəli. Bax, onlar qayıdırlar, köç eləyirdilər bizim torpaqlarımızda. Ay, yaxşı məqama toxundun. Yenə saxlayırdıq avtomobilləri, onları yeməklə, su ilə, ilkin o nələr lazımdırsa yol üçün onlarla yola salırdıq. Bizim içimizdəki o insan sevgisi yenə də özünü büruzə verirdi. Amma insanı yandıran bilirsən nədir? 92-ci ildə mənim analarım, mənim bacılarım, mənim nənələrim ayağı yalın qaçanda o meşələrdə. Qarın içində.
həmin o qarın içində qaçanda o mənim belə deyim də həm yerlilərim, uşaqlar, övladlarımızı necə qətlə yetirdilər həmin o ermənilər. Deyirəm də Rahib, yəni bizim içimizdəki sevgi bizi insan eləyir. Bəli. Biz insanıq. Bunu heç kimə sübut eləmirik. Yəni biz deyəndə mən tək Azərbaycanlıları nəzərdə tutmuram. Elə Türkiyə türklərində, digər türklərdə nəzərdə tuturam. Bizim içimizdə bir insan sevgisi var. Bizim içimizdə bir Allah qorxusu var ki, başqasına zərər vermək olmaz. Əgər verirsənsə mütləq o qayıdıb sənin özünə dəyəcək. Bu xofun olması da elə necə deyim, çox böyük bir şeydir. Başqaları bundan çəkinmirsə, bu onların öz günahıdır və öz günahlarına görə də mütləq cavab verirlər və verdilər. Təbii ki, çox maraqlı məqama toxundun. Xof deməyək buna tam olaraq. Bu həm də bir məsələndə dedin, sevgi. Bizdə bu sevgidəndir, xofdan çox sevgidəndir. Çünki qorxu ilə insan bir yerə qədər özünü idarə edə bilər. Lakin sevgi ilə həyatının sonuna qədər sən həyatını qura bilərsən. Çünki bu həyatda nə varsa, nə yaranırsa, nə belə deyək də inkişaf eləyirsə, hər şey sevgidən yaranır. Azərbaycan əsgərinin və türk əsgərinin digərlərindən fərqi elə budur. Bəli. Elə o Ayla filminin araya ərsəyə gəlməsindəki rol oynayan əsl həyat hekayəsi var ki, o həyat hekayəsinə görə biz Süleyman bəyi hörmətlə anırıq. Artıq o da dünyasını dəyişib, Allah ona rəhmət eləsin. O müharibənin o qaranlığının içində, o çirkabın içindən bir uşağı xilas eləməklə bir işıq yaradıb, bir nur yaradıb, bir sevgi hekayəsi yaradıb ki, biz indi oturub o film haqqında, bu sevgi haqqında danışırıq. Və yekun olaraq bir məsələni də deyim, bunu bilməyənlər üçün yenilik olar yəqin ki, bilənlər üçün də bu təkrarlama kimi bir şey olacaq. Fəthlə işğal arasındakı fərq də elə budur.